Bir söz deyəcəm, bunu diqqətlə qulaq asın. Bax, mən İranda, Tehranda böyümüşəm. Tehranda get həkim ol, get doktor ol, kitab yaz, artikel yaz, 1000 dənə iftixarat. Amma ağzımızdan ta türk kəlməsi çıxsaydı, 1000 dənə təhqir, hörmətsizlik və ihanət. Həman işi gəldik Amerikada gördük. Bizi qoydular başlarının üstünə, gözlərinin üstünə. Buna deyərlər həmvətən. Yəni biz həmvətənin mənasını burada bildik birinci dəfə. Vətəndaş olanda o qabaqçı milliyyətçi İranlı idi, o dəyişdi Amerikalıya. Yəni usuli danışırıq da. Əgər usuli danışsaq, siz gedirsiniz andın altına, yəni and içirsiniz ki, o qabaqçı milliyyəti qoyun kənara, sənin yeni milliyyətin budur ki, vardı, yəni Amerikalıdır. Yəni mənim milliyyətim dəyişdi. Nationality is gonna change. But ethnicity never gonna change. Mənim etnikim elə həman türk idi ki, qalıbdı. Buna nə deyərlər? Kimlik, hüviyyət, əsalət. Öz kimliyinizin dəyərini.